Deməli, illərdir mediada işləyirəm, illərdir televiziyada işləyən adam kimi deyə bilərəm ki, həyatımda ilk dəfədir belə bir xəbər oxuyuram. Xəbər nədən ibarətdir? Artıq bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyindən və digər dövlət qurumlarından xəbərdarlıq olunub ki, bəs çox güclü külək olacaq. Ona görə də ehtiyatınızı tutun. Amma buna baxmayaraq, bugün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş atraksiyonu aşaraq yola atıb. Təsəvvür edin və təbibdən verilən məlumata görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 aprel 2025-ci il tarixində saat 15:07-də Böyük Şor bulvarı ərazisində uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olur. Bura kimi hər şey aydındır, amma ən hörmətli və maraqlısı odur ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alanlar yerində tapılmayıb. İndi bilmirik ki, o uşaqlar da külək aparıb, yoxsa uşaqlar durublar, özlərinə təcili tibbi yardımı göstəriblər və evlərinə gediblər.